Göygöldə qəza olub. Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan BMW markalı minik maşını Azərbaycan ordusuna məxsus KAMAZ markalı yük avtomobilinə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. Oğuz rayonunda 3 nəfərin xəsarət almasının nəticələrindən avtoqəza baş verib. Hadisə Sincan-Xaçmaz avtomobil yolunda qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Emin Feyzulayevin idarə etdiyi Hyundai markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü və 2 sərnişini yüngül xəsarət alıb. Yaralılar Oğuz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Məlumata görə qəza zamanı xəsarət alan 24 yaşlı Emin Feyzulayevin bu gün toyudur. O Xaçmaz kəndində qız toyunda iştirak etməli idi. Mayın 29-da Xəzər dənizi ilə külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb, bildirib ki, Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində ümumi çəkisi 24 kiloqram 270 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Bildirilib ki, həyata keçirilmiş kompleks əməliyyat axtarış tədbirləri nəticəsində İran İslam Respublikasına məxsus mühərriklə təchiz edilmiş Yamaha 55 markalı layner tipli qayıq 3 nəfər heyət üzvü ilə birlikdə Azərbaycanı ərazi sularına tərk etməyə cəhd göstərərkən saxlanılıb. Araşdırma zamanı sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları 1984-cü il təvəllüdlü Vahid Layığı Sudiyev və 1985-ci il təvəllüdlü Xalid Yazdani Nurullah və 1986-cı il təvəllüdlü Monşinejad Tohid Nəriman olduğu müəyyən edilib. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.